Salam əziz dinləyicilərim. Bugün sizə bir olmuş əhvalat danışmaq istəyirəm. Məni çox belə zацепить elədi, rus demişkən ilişdirdi və çox xoşum gəldi. İstədim sizinlə bölüşüm. Deməli, bir meçidə 5-ci gün bir dənə ruhu xəstə deyərlər ona. Dərviş kimi bir insan girir içəri. Gedir, gəzir, bir dənə boş yer tapmır. Baxır insanlara, çıxır bayıra. Gedir odunla doldurur belini və girir, başlayır namaz qılmağa. Namaz qılanlar, odunun biri gah düşür, cəmaatı narahat eləyir, səs-küy. Bu da qaldırır, qoyur yerinə, başlayır namazını davam eləməyə. Ondan sonra namaz qurtarır və hamı başlayır buna narazılıq bildirməyə ki, sən qoymadın bizi bugün narahat namaz qılaq. Deyir, bəyəm sizdə belə deyil. Deyir, nə? Deyir, mən elə bildim ki, hamımızın belində bir yükümüz var. Yüksüz namaz qılmaq olmaz. Mən də heç nə tapmadım, getdim odunu götürdüm və o odunla başladım namazımı qılmağa. Hamı baxır ki, xəstə adamdır da, nə danışır? Bir-biri yaxınlaşır hamısına. Sən alma ağacının dərdini çəkirdin ki, nə qədər məhsul olacaq. O birisine yaxınlaşır. Sən qoca ananın dərdini çəkirdin, onunla xoşlayıb, onun dərdini çəkirdin. O birisine yaxınlaşır. Sən qaragöz bir qız barəsində fikirləşirdin namaz vaxtı. Hamıya bir-bir yaxınlaşır, hərəsinə bir söz deyir. İmama imam da soruşur, bəs mən nə inirdim? Sən də deyir, yekə bir dənə inəyin dərdini çəkirdin. İnəyin xəstələnib, onun dərdini çəkirdin. Və hamı başa düşdü ki, bu doğrudan da bu xəstə deyil. Bu gördüyün eləyir. Və ona görə də çalışmaq lazımdır ki, mənim tövsiyəmdir. Namaz vaxtı hamısını, dünya malını buraxasınız dünyaya və ancaq Allahla təmasda olasınız inşallah.